Müdür müəllimin maşınını görmürəm, yoxdur bu da. Xeyr, gedib. Xoş gəlmişsiniz. Bilmədim hara gedib, nə vaxt gələr? Restorana getdilər. Könüllə. Bəli. Çoğun xanım rəfiqəsindən gəlmişdi. Bir Laçın müəllimlə bir yerə getdilər. Demədi hansı restorana getdilər? Restoranın adını bilmədim, amma yezdəniz dəvət eləmişdi. Laçın müəllim elə deyil. Oldu, indi zəng eləyib özümü dəqiqləşdirdim. Sağ ol. Eldar, hardasan bala? Sən hara getdin? Siz elə məni güdün. Ağıllı oğlundan xəbərim var, bilirsən hara gedib? Könüllü də salıb yanına gedib Şəmsinin restoranına. Nə dediyimi eşitdin? Özü dedi. Yox, burada işçisindən öyrəndim. Nə dedi ki? Dediyimi də, deyir Laçın müəllim Könül xanımı da götürdü, getdi qonaqlığa. Deyir ki, yeznəniz zəhmət edeyim. Səsin gəlmir ana. Mən olsaydım indi dişinin dibindən çıxanı deyirdim. Məsləhət bilsən ataya de, onun da xəbəri olsun. Elə şey ola bilməz. Elə qəşəng olar ki, hələ qorx ki, Könül geri qayıtmaz. İndi nə muştuluq xəbərin var? Nə olub? Nə belə yerimdə donub qalıbsan? Laçın Könlünü də götürüb gedib Şəmsin restoranına. Kimdir də? Eldar zəng eləyib dedi. Dəqiq. Hətta istəyirsən zəng eləyim, özün soruş. Yox. Bu dəqiqə gedib onun yediyini zəhərə döndərəcəm. Şəmsini bizə urcaq eləyəni evində rahat yatmasın. Biz evimizdə rahatlıq tapanmırıq. İşin hələ çoxdur. Birazdan bitiririm. Ne olub ki? Evə nə vaxt gələrsən? Gedib Humayı götürəcəm. Ay sağ ol, elə ona görə soruşdum. Dedim görüm xəbərin varmı? Gedəndə mənə demişdi. Dedim gəlib özüm götürəcəm. Həm də bir Şəmsini də görüm də. Gedim onun yeni işini təbrik eləyim. Onda mən getdim. Hələlik. Yaxşı yol. Hələ başlamamısınız? Nəsə olub? Dəqiqə deyən Şəmsi. Mübahisə eləmişsiniz? Kişi yox, sual vermişəm, onun cavabını axtarırlar. Hə? Sualı mənə dediyim, bəlkə mən də cavabını tapdım. Hə, deməli, oğlanla qız liftlə yuxarı qalxır. Aha. Lift dayanır, qapısı açılır. Birinci kim çıxmalıdır? Kimin mərtəbəsidirsə o? Yox da, ikisi də eyni mərtəbəyə qalxırsa bəs. Bayaqdan bunu fikirləşirsiniz? Hə. Keyf sizə, biriniz oğlan deyin, biriniz qız deyin, söhbət qutarsın da. Demişik də Şəmsi, nə qızdı, nə də oğlan. Ha, onda maraqlı sualdır ki. Deyəsən mən tapdım axı. Aha. Lift balaca olur, axı dar olur. Yəqin qapıya kim yaxın dayanıbsa birinci o çıxmalıdır. Ay, sağ ol. Görəç ağlımıza gəlir.
Yox, mən cığallıq eləyirəm. Niyə? Sən yolda demişdin. Könül xanım əvvəlcədən cavabı bilirdi. Yox, vallah deməmişdi. Deməmişəm. İnanmıram. Mən inanıram. Laçın elə şey eləməz. Natəvan xanım, Bəli, Şəmsi müəllim. sizcə Könül xanım çətin sualların cavabını tapmaq iqtidarında deyil? Sağ ol dayı. Hə? İstəyirsən bir sualda daim versin. O çətin suallar verən oğlan görək cavabını tapa bilirmi? Buyur Şəmsi. Verdiyin sual kimi çətin suallar insan üçün təhlükəlidir. Tap görüm niyə? Çətinlik çəksən kömək eləyə bilərəm. Şəmsi sualın cavabını deyib sənə? Yox. Onda sən də demə. Yoxsa mən də cığallıq eləyərəm. Aha, məsələ qəlizləşir. Necə ağlıma gəlmədi? Bilsəydim mərc eləyərdim. Məsləhət bilirəm, bacından kömək istəm. Bu sualın da cavabını bilsə o bilər. Çünki Şəmsini hamıdan yaxşı o tanıyır. Kömək eləyə bilərsən, vardı? Yox, cavabı bilmirəm. Dayı, sual bilirdi. Çətin suallar insan üçün təhlükəlidir. Tapın görüm niyə? De də Şəmsi, de görək niyə? Cavabı vermək üçün baş sındırmaq lazım. Bax, bugün də bunu kəşf elədim. Şəmsi, sən əla məclis apararsan, hə? Hə. Hə, bax, bir-iki dənə belə sual versən, məclisə əməli başda ələ ala bilərsən. Amma o, Natəvan xanım, çox çətin sənətdir. Amma gözəl sənətdir. Mənim xoşuma gəlir. Sənətlərin hamısı gözəldir. Bir sənət var, onda gözəllik adına heç nə yoxdur. Qəti xoşuma gəlmir. Maraqlıdır, hansı sənətdir ki o elə? Rəssamlıq. Ciddi sözündür, qaqaş. Heç xoşum gəlmir. Gözəl sənətdir ki. Əşə, saxlayaq bu söhbəti. Yaxşı ki, aramızda rəssam yoxdur, yoxsa xətrinə deyəcəyik. Başlayaq, başlayaq. Hə, Könül. Nə qulluq eləyim sənə? Yox, narahat olma, özüm çəkərəm. Buyur. Olmuyor sözüm Katrina'daydı. Təbii ki. Telefonun var. Bəli, var. Şübhəsiz kamerası da var, hə? Əlbəttə. Xoşbəxtliyin şəklini çəkə bilərsən. Sən lap rəssamlar kimi danışdın. Yox, bunu mən deməmişəm. Nazim Hikmətin sözdür. Sən andı. Bura gəlir. Gəlməli idi. Hə, sən? Hə, buradasan? Gəlmisən? Hə, yaxşı.
Buyurun müəllim. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir, xoş gəlmisiniz. Hoş geldiniz. Şəmsiyə ona görə deyirdim ki, bayırda gözləyim. Gəldim, narahat elədim. Xahiş edirəm əyləşin. Sən də əyləş də sənə. Sənan müəllim, siz məni tanımadınız? İbrahimin qızıyam. Siz yaxın dostsuz. Dayan görüm. Sən o İtaliyada rəssamlığı oxuyan qız. Natavan. Aa, nə xoş təsadüf. Çox sağ olun, xahiş edirəm, əyləşin. Əyləşmə. İbrahim müəllim necədir? Yaxşıdır, çox sağ olun. Dünən Humay ağız dolusu tərifləyir, Natəvan. Mənim də heç ağlıma gəlməzdi ki, sən bizim Natəvan olarsan. Siz demiş, doğrudan da çox xoş təsadüf oldu Sənan müəllim. Müəllim, sizə nə qulluq edeyim? Yox, narahat olmayın. Gəldim, sizin söhbətinizi yarımçıq qoydum. Yox, yarımçıq qalmadı, narahat olmayın. Deməli, Sənan müəllim, mən bu yaxınlarda Laçının rəsmini çəkmişdim. Heç bilmirdim ki,